Necəsən qızım? Yaxşı. Yaxşı olasın. Tak, Sayidə yanıma gəlibsiz. Siz ilk dəfə fevralın 2025-ci ildə Bəli. əsas şikayətləri nə idi? Uşaq olmurdu. Bəli. 4 ilin gəlini idin və menstrual sikl 3 aydan 1, 2 aydan 1, 5 aydan 1 olurdu. Həmləlik də baş vermirdi. Fikirləşirdin ki, həmləsən, amma heç nə yox idi. Mən yoxladım. Dedim ki, yumurtalıq polikistoz sindromu diaqnozunuz var. LH çox yuxarı idi, 20 idi. Sonra insulin çox yuxarı idi. Hətta neçə burada insulinimiz hardadır? İnsulin 79. 79 neçə idi? Adı buradadır. 79. Bəli, Sayidə xanım, bəli, insulin 61 idi. İlk dəfə gələndə. Norma 25-ə kimi biz deyirik ki, 6-7 normadır, amma ondan yuxarı çoxdur. Səndə 61 idi. G-peptid yuxarı idi, insulin dirənci yuxarı idi, progesteron sıfırlardaydı. Antimüllür pis deyildi, şəkər var idi. Şəkərin də var idi. İlk dəfə gələndə şəkərin var idi. Bəli, hər şey baxmayaraq yaşın az idi, 4 il sonsuzluq düzdür, çoxdur, amma yəni yaşına görə bu problemlər həddindən artıq çox idi. Müalicəmizi başladıq, hormonları normal saldıq. Borları yoxlanış zamanı bilindik ki, bağlıdır. Bunları da müalicə elədik, açdıq, yəni müalicə ilə. Sonra başladıq stimulyasiyanı. May ayında mən sənə dərman yazdım, folikul yetişdirdim. Səhv eləmirəmsə bilmirəm, iynə ilə yoxsa tabletka ilə? Mayın biri. Maydan, bəli. Tabletka yazdı, sonra iynə yazdı. Tabletka ilə başladıq yetişdirmək, iynə ilə də partlatdıq. Mayın biri. Mayın biri. Menstrual sikl olmalıydı, mayın 12'si. 12'si. 12'si hal-hazırda da bizdən NN 5-dir bir günə. Demək olar vaxtımızdan почти 14 gün keçib. Evdə test yoxlayıb göstərib. Həmişə gecikmələr olur deyənə heç siz fikirləşdiniz ki, adi gecikmədir. Yoxlayıb testə baxaq. 1, ikinci hədd, ikisi də pozitivdir. Testimiz pozitiv göstərir. 4 il sonsuzluq, yumurtalıq polikistoz sindromu, menstrual sikl gecikmələri 3 aydan 1, 6 aydan 1, boru faktoru, hormonal disbalans, əngəl olmadı, düzgün diaqnoz, düzgün müalicə, siz həmləsiz. Çox sağ olun, Allah canınızı sağ olun. Sizi təbrik edirəm, 53.000 uyğundur bizdə 5 həftəyə. 5 həftə, çox sağ olun, Allah canınızı sağ eləsin. Təbrik edirəm, gözünüz aydın olsun. Sağ olun. Sağ olun, Allah canınızı sağ eləsin. İnşallah axıra kimi sevinək. Sağ olun. Bəli. Ayın 30-u sizin ad gününüzdür. Bəli. Böyük hədiyyə də inşallah 30-u vuru sevinərik, ürək vurusu olar. Çox sağ olun. Allah canınızı sağ eləsin. Hamıya qismət olsun. Bütün olmayanların hamısına qismət olsun. Gələndə sizi Ləman göndərmişdi. Bəli. Səhv eləmirəmsə onda neçə ildən sonra? 5 ildən sonra. 5 ildən sonra 3-ün doğduq. Bəli. İnşallah siz də axıra kimi çatasınız və sizi körpəylə yola salır. İnşallah. Çox sağ olun. Allah canınızı sağ eləsin.